Yəqin ki, Amerikanın 75 ölkə üçün viza layığını eşitmisiniz. Təəssüf ki, bu ölkələrin içində Azərbaycan da var. Burada sizə bildirmək istəyirəm ki, viza layığı sadəcə immiqrasiya vizaları üçündür. Yəni siz turist kimi gəlmək istəsəz və ya hər hansı bir başqa viza ilə Amerikaya gəlmək istəsəz, bunun heç bir təsiri yoxdur. Çox güman ki, yox. İlk öncə bu immiqrasiya vizalarından qısaca məlumat verim. Bildiyimiz kimi Amerika Green Card vasitəsilə gələn immiqrantlar olduqca çoxdur və hər il 55 mindən çox insan Green Card vasitəsilə gəlirdi. Bu proses 1900-cü illərin əvvəllərindən başlayıb və bu günə qədər də davam eləyirdi. Daha doğrusu keçən ilə qədər davam eləyirdi. Bu prosesdə, yəni bu Green Card adlanması 1900-lərin əvvəllərində gələn insanlar, immiqrantlara bu yaşıl rəngdə kart verilib. Beləliklə ağızdan ağıza Green Card olub. Sonra da yəqin ki, rəsmiləşməyib, amma dövlət də artıq Green Card kimi istifadə etməyə başlayıb. Yəni yaşıl kart. Bu bir növ şəxsiyyət vəsiqəsi kimi yaşıl rəngdə olub, ona görə belə adlandırıblar. Bu proses, yəni Amerika zaten immiqrant ölkəsi olduğu üçün, yəni bu proses tamamilə normal bir proses olub. Yəni Amerikaya hər kim miqrant eləyə bilmə şansı olub. Amma kontrollu şəkildə. Çünki bir növ loteriya şəkildə keçirilib. Loteriyadan qalib olanlar müsahibəyə çağırılıb və müsahibədən keçənlərə viza verilib. Turist kimi gəlib sonra immiqrant olanlar və ya başqa yollarla gəlib immiqrant olanlar, dövlət yolu ilə gəlib immiqrant olanlar falan. Yəni bu şəkildə bir növ bir balanslı şəkildə artırma olub. Amma bu Biden dövründə, yəni demokratların dövründə artıq bu işin suyunu çıxarıblar. Bütün ölkə sərhədlərini açıb, bütün immiqrantlara qapı açıblar və kontrolsuz şəkildə ölkəyə giriş vermişdilər. Yəni Amerikaya gəlmək istəyən sumkasını yığıb kartelə $10.000 verib Amerikaya gəlirdi. Bunu artıq hər kəs bilirdi. Və bu kontrolsuz Amerikaya gəlmək bugünkü bu problemin ortaya çıxmasına səbəb oldu. Kontrolsuz nəyə deyirəm? Yəni bunu Amerikada yox, Azərbaycan olaraq bir dənə düşünməyinizi istəyirəm. Hal-hazırda Azərbaycanın sərhədləri bağlıdır və mən bunu 100% dəstəkləyirəm. Çünki yuxarıda Rusiya, aşağıda da İran hal-hazırda müharibə içindədir. Zaten Ermənistanla da yavaş-yavaş barışma dönəmindəyik. Əvvəldən də müharibə içindəydi. Orada da qaçan qovan var idi. Bu yuxarıdakı Rusiyanın müharibədən qaçan insanları Azərbaycana sərhədi açıq olsaydı, gəlsəydi və hal-hazırda da bilirsiniz ki, 2-3 həftədir ki, İranda çox böyük kütləvi hadisələr baş verir və burada ölənlərin sayı artıq minləri keçib eşitdiyimə görə, yəni bilmirəm rəsmi səbəblər. Bu insanlar da buradan qaçsa, çünki hamı mitinq eləmir. Bəzi insanlar öz təhlükəsizliyini düşünür və çıxmaq istəyir ölkədən və gəlsəydi Azərbaycana, bizim ölkəmizdə 10 milyon əhali var. Və çox güman ki, 10 milyon hamısı da Azərbaycanda deyil. Təsəvvür edin, birdən-birə 500 min Rus gəldi və 500 min, 1 milyon da İranlı gəldi. Yəni çox güman ki, bunlar gələcəkdi. Həqiqətən bu sərhəd açıq olduğu üçün çox rahat şəkildə qaçıb gələ bilərdi. Birdən-birə ölkənin əhalisi 10% artsaydı, yəni 1 milyon artsaydı, bu sizin üçün necə bir təsir olardı? Çox güman ki, iş yerlərində çox böyük sıxıntılar olacaqdı. Çünki bu insanlar yeni gəldikləri üçün hər bir şəkildə, hər bir işə işləməyə razı olardılar. Bu bizim təhsilimizə, orta məktəblərdəki uşaqların artımına səbəb olardı. Bu da təhsil səviyyəsini öldürəcəkdi. Səhiyyə sahəsində çox qiymət qalxımları olacaqdı. Çünki insan sayı çoxdur, həkimə gedənlər çoxdur. Qiymət artımı olacaqdı. Kirayələrdə çox böyük, ev qiymətlərində, kirayələrdə çox böyük qiymət artımı olardı. Çünki birdən-birə bu qədər insana qalmaq üçün yer lazımdır və bu yerləri də təmin etmək üçün hamı rəqabətə girəcəkdi və kirayə, ev qiymətləri, ev alışı qiymətləri çox birdən-birə partlama olacaqdı və inanın ki, bu Azərbaycanda yaşayan hər bir adam üçün çox böyük bir təsir ola bilərdi. Mən bunu, yəni hamı deyir ki, bəs sərhədlər açılsın, biz Şimali Koreya deyilik, amma həqiqətən çox gözəl, ağıllı bir plandır. Ən azından bir müddətdir bu, yəqin ki, açılacaq da bunun davamlı olaraq getməyini təbii ki, dəstəkləmirəm, amma Şimali Koreya olsaydı bizim uçuşlarımızda da kontrollarda təbii ki, bizdə belə bir problem yoxdur. Kim hara istəyir, rahat şəkildə uçub gedə bilir. Yəni təyyarə ilə gedə bilir daha doğrusu. Ümid edirəm ki, fikrimi sizə az da olsa çatdıra bildim. Amerikada da eyni vəziyyətdir.
deyilənə görə rəsmi rəqəmlərlə deyil, amma yəni təqrib edilənə görə 30 milyondan çox insan Amerikaya gəlib. Amerikanın da 340 milyon əhalisi var hal-hazırda demək olar. Aşağı-yuxarı rəsmi rəqəmlər tam bəlli deyil. Yenə də o qədər illegal adam gəlib. Və bizə, yəni burada Amerikada yaşayan insanlara, yəni çox böyük dəyişiklik oldu. Yəni bunu zaten zamanla da hiss eləmək olurdu. Və birdən-birə Amerikaya bu qədər insan, yəni elə gün var idi 10.000 insan Amerikaya illegal şəkildə girirdi. Yenə deyirəm, illegal şəkildə, yəni sərhədi keçərək gəlirdi. Və bunların içində Çinli var idi, Rus var idi, Koreyalı var idi. Yəni bir neçə Koreyalılar həbs olundu, tutuldu. Və ən böyük problem Cənubi Amerika ölkələrindən gələn drug dealerlər deyirlər. Bunu Azərbaycan dilində bir növ qaçaqmalçılıqla məşğul olan insanlar. Bunun kontrolsuz şəkildə gəlməyi həm insanlarda, həm də hakimiyyətdə çox böyük, belə deyək, qarşı görüşə səbəb oldu. Çünki yerli insanlar da artıq gördü ki, burada ev qiymətləri qalxdı, gəlirlər azaldı və çox böyük rəqabət oldu və kriminal hadisələr çoxaldı. Yəni bunların səbəbi də gələn immiqrantların içində belə bir kriminalın olması və gələn immiqrantların çox olması bu hər bir şeyə təsir elədi. Alış gücünə təsir elədi, qiymətlərə təsir elədi və Amerikanlılar öz komfortundan çıxmaq istəmirlər deyil. Nə qədər də demokrat da olsa öz komfortunun yaşamaq istəyir və gördü ki, bu belə getməz. Və bunlarda da bir balaca düşüncə var ki, yəni bir siyasi partiyaya belə deyək də sitayiş eləmirlər. Düşünən insanları nəzərdə tuturam. Yəni istədiyi vaxtı başqa partiyaya səs verə bilirlər və yəni bir növ həqiqətən yəni demokrat Amerikanlılar belə artıq bu hadisələrdən sıxılmağa başladılar və problemləri görməyə başladılar. Məcbur olub qarşı tərəfin ən axmaq prezidentinə, içi mən qarışıq prezidentə səs verdi. Çünki başqa bir çıxış yolu yox idi. Yəni təsəvvür edə bilirsinizmi? Yəni bir də Kamala Harris hakimiyyətə gəlsəydi necə ola bilərdi? Bunların heç bir şəkildə sərhədi bağlamaq kimi planı yox idi. Yəni Trump seçicilərinə əsas vədi Amerikaya gələn insanların qarşısını almağı kimi və tarixin ən böyük immiqrasiya deportu kimi özünü təqdim elədi. Bu şüarla da hakimiyyətə gəldi, seçildi. Trump seçiciləri üçün çox yaxşı bir xəbər idi. Çünki ağ Amerikanlılar heç bir şəkildə gələn immiqrantları sevmirlər və bir şəkildə seçildi. Seçildikdən sonra ilk gündən Trump sərhədləri bağladı və ölkəyə giriş, yəni illegal giriş demək olar ki, sıfıra endirildi. Təbii ki, vardı. Amerikanın sərhədləri çox böyükdür, gələnlər var. Amma çox güman ki, sıfıra endirilib. Yəni, sıfıra yaxın bir rəqəmdir. Və başladı içəridə ICE reydləri eləməyə. ICE bu arada immiqrantların polisidir. Yəni, immiqrant polisidir. Yəni, buradan immiqrantı tutur, göndərir detention'a, detention'dan da, yəni, həbsxanadan belə deyək, göndərirlər öz ölkələrinə. Bu çox sərt şəkildə elədi və bu sərtliyin də bugünkü nəticəsi vizalara qədər gəlib çıxarıb. Təbii ki, başqa nəticələr də var. İnsan ölümləri baş verdi. Bu son bir həftədə 2 nəfəri öldürüblər. Yəni Amerikanlıları öldürüblər və bu Amerikada çox böyük siyasi və daxili problemlərə gətirib çıxarır. Yəni insan vətəndaş müharibəsinə qədər gətirib çıxarda bilər bəlkə də bu hadisələr çox olsa. Yəni hələ ki elə bir şey yox. Bir neçə ay əvvəl sizə video çəkmişdim. Green Card'ın ləğv edilməsi üçün artıq bir neçə dəfə müraciət edib. Bunu eləyə bilməyəcək çox güman ki, amma Green Card'ı maksimum dərəcədə uzaldır. Bilirsiniz ki, Green Card'a başvuranlar oktyabr-noyabr aylarında başvura bilirdilər. Belə bir başvurma olmadı. Yəni hələ də yoxdur. Artıq yanvar ayının 17-sidir. Hələ də Green Card'a başvurma barədə heç bir məlumat da yoxdur. Zaten bunu pullu eləmişdi, amma pullusu da yoxdur, heç bir şey yox. 3 gün əvvəldə Trump hakimiyyəti artıq açıqladı ki, immiqrant prosesi ləğv olunub. Yəni 75 ölkə üçün bu arada. Bu o deməkdir ki, siz keçən il Green Card qalibi olmusunuz və müsahibəyə çağırılmağını gözləyirsiniz Gürcüstanda və ya Türkiyədə hardasa. Artıq bu olmur. Bunun müddəti bəlli deyil. 1 il olacaq, 5 il olacaq, 3 ay olacaq, nə qədər bəlli deyil. Yəni bu böyük bir bəlirsizlikdir. Amerikaya gələn immiqrantların da bir növ çətinliyi çəkməsinə, əziyyət çəkməsinə səbəb olur. Bunların yenə də əsas səbəbi kütləvi şəkildə Amerikaya gəlməyin və bu balansın pozulmasıdır.
Çünki o artıq belə deyək də, növbəti 10 illik immiqrantı biz keçən 4 ildə qəbul elədik. Bunlar artıq kontrollu şəkildə ölkəyə adam çağırmağa cəhd eləyirlər, yəqin ki, dəyişikliklər eləyirlər. Bir də ki, Trump daha çox öz biznesinə, öz maraqlarına fokus olduğu üçün ilk başda pullu green card, yəni 1 milyon dollara deyəsən səhv eləmirəmsə, 1 milyon dollara green card satır. Yəni bu proses yəqin ki, ləğv olmayıb, pulunu verib ala bilərsiniz. Bu da varlı, zəngin adamlar üçün çox çətin bir şey deyil. Çox maraqlıdır mənim üçün sizin fikirləriniz. Görək nə düşünürsünüz, nə vaxt açılar ya da başqa bir məlumatınız varsa, mənim nəyisə düz demədiyimi düşünürsünüzsə rəylərə bildirin. Amma onu deyə bilərəm ki, Amerika əvvəlki Amerika deyil. Dolayısıyla dünya da əvvəlki dünya deyil. Özünüzə yaxşı baxın, sağ olun.